Yox, dik dayan, dik dayan. Bax, masanın qırağında ümumiyyətcə hər birimizə adiyyəti var. Dik dayanmalısınız. Sadəcə əllərimiz, bir də başımızı bax belə bu cürlə saxlayırıq və nə doğrayırsan doğra. Birinci barmaqları qoyursan az məsafə, 1 sm məsafə qoydun, bəhtlərini qabağa gətirirsən. Bax, bəhtləri qabağa gətirirsən və başlayırsan doğramağa. Deməli, doğradınca barmaq asla-asla arxaya gedir və bıçaqda belə sənin barmağının ucları, əlcəyin ucları kesilmir. Bax, bax, bax. Məsələn üçün, baba bu tərzdə doğrayırıq. Görürsən, bənd. Bax, sən də bax. Bənd olaraq, bax belə, bax, bu cürünə səliqə ilə. Görürsən, gəldikcə barmağımı arxaya tərəfə çevirirəm. İndi asla-asla sən də gəl deyən mənim yerimdə. Gəl bura. Tut, baxıram sənə. Hə, bas, yox. Bax, barmağı bas soğanın üstünə. Bunları gətir, gəl. Bax, belə. Əyilmə, əyilmə, dik dayan. Nazik, 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 nazik. Çox asla-asla. Biraz əlbi yaxından qoysun. Yaxşıdır. Birinci dəfə üçün qəşəng, biraz nazik, tələsmə. Çox qəşəng, çox səliqəli. Biraz nazik. Ay, sağ ol. Super. Tələsmə, hə. Onu elə doğramırıq. Onu sonra az olduğuna görə bu bursu tərəfdən fırladırıq. İncə-incə, bax, bu ucu boşluğu var. Bax, pərdəsini də çıxartdıq. İncə-incə onu doğrayırıq. Yəni, birinci dəfəvə görə çox super. Gördün? Yəni, əyilmirsən amma masanın qırağında. Dik yanırsan, bu tərzdə də doğrayırsan. Bizə bu qırmızı pomidor, soğanlar vişnəli pomidor üçün lazımdır.